Herkese salam, mən psixoloq Ləman Əziz. Bugün sizi psixologiya dünyasının ən cəsarətli, ən tənqidi və bəlkə də bir çoxlarının rahatlığını pozan bir siması ilə tanış edəcəyəm. Carol Tavris. O, elmi maska altına gizlənmiş stereotipləri ifşa edən, hamı belə bilir dediyimiz mövzuları kökündən sarsıdan bir alimdir. Əgər hazırsınızsa, gəlin psixologiyanın populyar səhvlərini və Tavrisin bizə açdığı o fərqli pəncərəni birlikdə kəşf edək. İlk dayanacağımız 1992-ci ildir. Tavrisin yazdığı və bugün artıq bir klassik sayılan Qadınların Yanlış Ölçülməsi kitabıdır. Tavris burada çox vacib bir məqamı sübut etdi. Tarix boyu psixologiya insan dedikdə norma olaraq kişi beynini və davranışını götürüb. Qadınlar isə sanki bu normadan bir kənarlaşma və ya əksiklik kimi təqdim edilir. O iddia edir ki, qadın və kişi arasındakı fərqlərin çoxu bioloji deyil. Əslində sosial status və güc münasibətlərindən qaynaqlanır. Məsələn, qadınlar daha emosionaldır dediyimizdə bu onların beyni ilə deyil, cəmiyyətin onlardan gözləntisi ilə bağlıdır. Tavris belə deyir ki, biologiya tali deyil, sosiologiya hər şeydir. Davam edək. Tavris tibb və psixologiyanın qadın psixologiyasını bir xəstəlik kimi qələmə verməsinə şiddətlə qarşı çıxıb. Xüsusilə PMS, yəni premenstrual sindrom mövzusunda. O, bunun universal bir xəstəlik kimi qəbul edilməsini tənqid edir. Araşdırmalar göstərir ki, qadınların çoxu əslində bu dövrdə ciddi emosional pozuntu yaşamır. Sadəcə cəmiyyət onlara bu etiketi yapışdırıb. Bu yanaşma qadınların iş həyatında bioloji qeyri-sabit kimi damğalanmasının qarşısını almaq üçün atılmış nəhəng bir addımdır. İndi isə gəlin hər birimizin həyatını toxunan bir mövzuya keçək. Səhvlərimizi niyə etiraf edə bilmirik? Tavrisin Elliot Aronson ilə birlikdə yazdığı Mistakes Were Made, But Not My Me kitabı məhz bu suala cavab verir. Burada əsas termin kognitiv dissonansdır. Biz səhv etdiyimizi anlayanda daxili bir gərginlik yaşayırıq. Beynimiz bu gərginliyi azaltmaq üçün faktları təhrif edir. Özümüzü haqlı çıxarmaq üçün hekayələr uydurur. Bu proses o qədər güclüdür ki, məhkəmələrdəki saxta ittihamlardan tutmuş, ailə daxili inadkar mübahisələrə qədər hər şeyin kökündə dayanır. Qəzəb mifi. Yastığı vurmaq bizi rahatladırmı? Gəlin bu haqda danışaq. Bəlkə də ən çox təəccüblənəcəyiniz isə buradadır. Bir çoxumuz elə bilirik ki, qəzəbi çölə tökmək, yəni məsələn, yastığı döymək və ya qışqırmaq bizi rahatladır. Tavris isə buna katarsis mifi deyir. Və bunun tamamilə yanlış olduğunu sübut edir. Əksinə, qəzəbi bu şəkildə ifadə etmək onu daha da alovlandırır və aqressiyanı vərdiş halına gətirir. Bəs onun tövsiyəsi nədir? Qəzəbi boşaltmaq deyil, onun altındakı problemin məntiqi həllinə fokuslanmaqdır. Carol Tavris bizə bir şeyi çox aydın öyrədir. Bir şeyin elmi görünməsi, onun mütləq həqiqət olması demək deyil. O, psixologiyanı stereotiplərdən və psevdo elmdən təmizləyən tənqidi bir süzgəcdir. Danışdıqlarımızı xülasə etsək, kişinin norma sayan bazanı darmadağın etdi. Səhvlərimizi necə parladaraq haqlı göstərdiyimizi ifşa etdi. Duyğuların bioloji deyil, daha çox mədəni mənşəli olduğunu göstərdi. Tavris bizə həmişə sual verməyə və öz qərəzlərimizlə üzləşməyə dəvət edir. Bəs siz necə? Bugünə qədər doğru bildiyiniz hansı psixoloji məlumatın yanlış olduğunu öyrənəndə təəccübləndiniz? Gəlin bunları şərhlərdə müzakirə edək. Növbəti videoda görüşənədək.